Gəncənin 7-ci kilometrində yerləşən bir dənə də unikal bir məkan var. Bəli, o məkanın adı İmamzadədir. Və bura təkcə tarixi abidə deyil, ruhların pənah yeri, zamanın isə şahididir. Bu müqəddəs kompleksdə göy günbəz, göy məscid ya da sadəcə göy imam deyilən bir yerdə 5-ci imam Məhəmməd Baqirin oğlu İbrahim İbn Məhəmməd Tahir dəfn olunubdur. Türbə 14-cü 15-ci əsrlərə, ətrafındakı kompleks isə gedir Səfəvi dövrünə çıxır. Mavi keramika ilə örtülüb deyə, yəni o sözün mavi sözünü oradan alır. Və həmişə olduğu kimi sizə unikal tarixindən danışım. Dini kompleksin ərazisində Gəncədə yaşamış məşhur ailələrin nümayəndələri dəfn olunubdur. Onların içində Şeyx Namazlılar, Piş Namazlılar, Ziyadoğullar və s. və s. Dini kompleksin giriş qapısını isə Cavad xan Karvansarayının baş memarı Mirzə Şəfi Vazirinin atası Kərbəlayı Sadiq tərəfindən inşa edildiyi söylənilir. Hətta qapının üstündə şir və günəş rəmzini görə bilərsiniz. O da bizə Selçuklardan qalan bir şeydir. 1879-da isə İsrafil bəy Yadigarzadə Tiflisdən olur özü. Öz şəxsi pulu ilə demək olar ki, günbəzin formasını dəyişir. Yəni, bundan qabaq günbəz belə deyil idi. Bundan qabaq günbəz biraz uzun idi və üstündə ərəb dilində yazılar var idi və sonradan dəyişilir bunlar.